Salam dəyərli dostlar, bugün mən sizə yaşıl üzlü testdən üslubiyyat və əməli yazılarla bağlı olan testin izahını verəcəm. Birinci suala nəzər yetirək. Birinci suala keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, bu kimi videoların daha artıq olmasını istəyirsinizsə kanala abunə olun. Videonu paylaşaq ki, hər kəs faydalana bilsin. Bir də deyək ki, hansı üslubla bağlı fikir verilməyibdir. Xalq danışıq dilinə daha yaxındır. Bu bədii üsluba aiddir. Dialoji nitq bu üslubun əsasını təşkil edir. Məişət üslubuna aiddir. Əsas əlaməti kütləvi aydınlıq, anlaşıqlıq, təsirlikdir. Publistik üsluba aiddir. Lüğət tərkibi yığcam, normallığı möhkəmdir. Bu da rəsmi işgüzar üsluba aiddir. Deməli, elmi üslub haqqında burada hər hansı bir fikir verilməyibdir. İkinci testlə davam edirik dostlar. Hansı üslubla bağlı nümunə verilməyibdir? Dövlət başçısı Şuşada tarixi dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında dövlət başçısına məlumat verildi. Bu publistik üsluba aid olan bir mətindir. Ona görə E bəndində biz cavab olaraq götürə bilməliyik. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və heç bir şəxs hakimiyyətin həyata keçirməsi səlahiyyətini mənimsəyə bilməz. Rəsmi işgüzar üsluba aid olan bir nümunədir. Ona görə A bəndi də doğru cavab ola bilməz. Axşama qədər bütün sifarişləri gətirəcəklər. Onları qarşılayıb ödəniş edəcəm. Məişət üslubuna aid olan bir nümunədir. Əvvəlindən salan olsaydı əgər başa bizi, cəhlimiz salmaz idi bunca dağa, daşa bizi. Təbii ki, bədii üsluba aid olan bir nümunədir, şeir dilidir. Deməli, elmi üsluba aid olan hər hansı bir fikir burada verilməyibdir. Üçüncü testlə davam edirik dostlar. Aşağıdakı verilmiş nümunəyə əsasən doğru fikri müəyyənləşdirməliyik. Günlərim xatirə evinə köçür, günlərim ömrümü su kimi içir. Əriyir gözümün şəkil yaddaşı, qəlbimdə bir sevdə ağrısı qalır. Deməli, burada Nusrət Kəsəmənlinin bir şeiridir. Biz bilirik ki, şeirlərdə şeir dili bədii üsluba aid olan bir nümunədir. Bu da bədii üsluba aid olan bir nümunə olacaqdır. Nümunənin aid olduğu üslubda təkcə yalnız şeir dilində özünü göstərir. Deməli, bir yanlış olacaqdır. Təkcə biz bilirik ki, nəsr dilində əsasən özünü göstərmiş olacaqdır. Şeir dilində əsasən tərənnümü biz görmüş oluruq. Bu nümunənin aid olduğu üslubda məcazilik özünü göstərir. Bu da leksik normanın pozulmasına səbəbdir. Məcazi mənalı sözlər, frazeoloji birləşmələr, bunlar heç bir norma pozuntusu deyil. Ona görə 2 yanlışdır. Nümunənin üslubunda işlənmiş inversiya qrammatik normanın pozulmasına səbəb deyil. Düzdür, biz burada obrazlıq yaratmaq məqsədi ilə qəsdən söz sırasında dəyişiklik yaradırıq. Amma fərqi yoxdur. Obrazlıq yaratdıq, qəsdən bunu elədik, etmədik. İnversiya varsa, bu ədəbi dilin qrammatik normasının pozulması deməkdir. 3 də doğru olmayacaqdır. Nümunənin aid olduğu üslubla publistik üslubu müxtəlif aspektlərdə müqayisə etmək olar. Bəli, bədii üslubla publistik üslubun oxşar və fərqli cəhətlərini biz müəyyən edə bilərik. Müəyyən aspektdə onları müqayisə edə bilərik. Hər ikisi, məsələn, həm yazılı, həm şifahi forması var. Hər ikisi ədəbi dilin normalarına riayət olunur. Yəni, bu tipli oxşarlıqlar var. Fərqli cəhətlərdə kifayət qədər də onsuz da ondan məlumatımız var. 4 doğru olacaqdır. Nümunənin aid olduğu üslub ilk yaranan üslubdur. Bədii üslub ilk yaranan üslubdur. Həmçinin son formalaşan üslubdur. Son formalaşan üslub bədii üslub deyil. Son yaranıb, son da formalaşan məişət üslubu olacaqdır. Ona görə 5 də yanlışdır. Testin doğru cavabı ancaq 4 C bəndi olacaqdır. Bu üslubda terminlərdən istifadə oluna bilər. Bu fikir hansı üslublarla bağlı Venn diaqramında sual işarəsinin yerinə yazıla bilər. Rəsmi üslubda terminlərdən istifadə olunmur. Biz də cavablardan rəsmi olanları çıxsaq, A yanlış, B yanlış, C yanlış, E yanlış. Publistik və elmi üslublarda deməli terminlərdən istifadə oluna bilər. Testin doğru cavabı D bəndi. Yəni, publistik və elmi sual işarəsinin yerinə yazıla biləcəkdir burada. 5-ci testdən davam edirik dostlar. Bu deməli, MİQ-ə düşmüş, səhv eləmirəmsə 2022-ci ildə MİQ modelidir. MİQ-ə düşmüşdür bu tipli bir model. Çox maraqlı testlərdən biridir.
biz burada bizə verilən o arayışın ardıcıllığını müəyyən edib tapmalıyıq. Deməli, bir hissəsinə idarənin ştampı. Biz bilirik ki, deməli, arayış sözü yazılır yuxarıdan. Arayış da burada D bəndidir. 2-yə D-ni qoyacağıq. Arayışın sol tərəfində idarənin ştampı olur. 1-ə C qoyacağıq. Daha sonra deməli, burada məlumat veriləcəkdir. Kimə və kimdən? Həqiqət Əhmədova Anar Allahverdiyoğlu 2007-ci ilin sentyabr ayının Binəqədi rayon 1 nömrəli xəstəxanasında həkim işləri, yəni məlumat verir arayış haqqında. Arayışda hər hansı bir yeri təqdim etmək üçün verilir də. Niyə təqdim edirik? Məlumat üçün. Məsələn, burada ona görə təqdim olunur ki, deyir həqiqətən Anar Allahverdiyoğlu 2007-ci ilin sentyabr ayında Binəqədi rayon 1 nömrəli xəstəxanasında həkim işləyir. Hər hansı bir orqan onu tələb edib, buradan da həmin o xəstəxanadan da bu arayışı götürürlər, aparırlar, verirlər. Deməli, bu 3-ə A gedəcəkdir. 4-cü hissəyə arayış Binəqədi rayon İcra Hakimiyyəti təqdim edilmək üçün verilibdir. Təqdim olunacaq yeri adı verilir. 4-ə E gedəcəkdir. 5-ə də bildiyimiz kimi sonda həkim, baş həkim, katibin o adı, soyadı, imzası olacaqdır. 5-ə də B gedəcəkdir. Bu formada ardıcıllıq müəyyən etsək, testin doğru cavabı A variantı olacaqdır. 6-cı testdən davam edirik. Məktubla bağlı verilən fikirlərdən neçəsi doğrudur? Məktublar forma və məzmunca bir-birindən fərqlənə bilir. Deməli, 1 doğrudur. Məişət dilinə məxsus olan söz, ifadə və sintaksi burada geniş yer tutur. Deməli, 2 də doğru olacaqdır. Məktubun əsasını məzmunu əhatə edən ümumi hissəsində yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir. Bu, məktubun ümumi hissəsində yox, fərqləndirici hissəsində. Fərqləndirici hissəsində deməli, yazılanlara aid olan o xarakterik əlamətlər açıq şəkildə şərh olunur. Ümumi hissə yazıldığı üçün 3 burada yanlış olacaqdır. Məktub göndərilərkən göndərən şəxsin ünvanı və indeksi də zərfin üzərində göstərilir. 4 doğrudur. 5-də deyir ki, məktubların xüsusi formasında, məktubun xüsusi forması olmur, telegramın xüsusi forması olur. O zaman biz şəxsiyyət vəsiqəsi lazım olur. 5 yanlışdır. Fikirlərdən 3-ü doğru olduğu üçün testin doğru cavabı B variantı olacaq dostlar. 7-ci sualla davam edirik. Əməli yazılarla bağlı uyğun fikri müəyyənləşdirməliyik. Doğrunun altına doğru, yanlışın altına da yanlışı müəyyənləşdirməliyik. Konsert, tamaşa, idman yarışı haqqında olan elan nümunəsi afişadır. 1 doğrudur. Ərizələr forma və məzmuna görə müxtəlif olur. 2 də doğrudur. İzahatda yazan şəxsin şəxsi məlumatları, şəxsiyyət vəsiqəsi tələb olunur. İzahatda şəxsiyyət vəsiqəsi tələb olunmur. 3 yanlışdır. Təcili teleqramlarda vaxt məhdud olur, mümkün olan ən tez vaxtda çatdırılır. Bu doğrudur, yanlışın altına yazıla bilməz, 4-ü götürə bilmərik. Axta yoxlamanın müddəti həm rəqəm, həm də hərflə ifadə olunur. Bu da doğrudur, yanlışın altına yazıla bilməz. Arayış cinayət işi ilə bağlı verilə bilməz. Xeyr, cinayət işi ilə bağlı arayış verilə bilər. Ona görə 6 doğrudur. Yəni yanlışdır, yanlışın altından doğru olacaqdır. 1, 2, 6 A variantı testinin doğru cavabıdır. Nümunəyə əsasən doğru fikri müəyyənləşdirin. Padişahın mülk qəsidəsi verilibdir. Həmin o qəsidəyə aid biz indi doğru cavabı müəyyənləşdirəcəyik. Qəsidəni özünüz oxuyarsınız. Burada bir sıxıntı olmaz. 1-ə baxaq. Deyir ki, nümunənin aid olduğu üslub, yəni bədii üslubdan söhbət gedir burada. Biz bilirik ki, şeir dili bədii üslubdur. Bədii 2 dənə. Aha. Şeir dili bədii üslubdur. Nümunənin aid olduğu üslub xalq danışıq dilinə daha yaxındır. 1 doğru olacaqdır. Aid olduğu üslubda sözün yeni bir funksiyası ortaya çıxmış olur. Yəni məcazi mənalı sözlər. Əsas məna ilə bağlı olan yaxın mənalı sözlər yaranmış olur. Nümunənin aid olduğu üslubda dramaturgiya dilinin əsas cəhətlərindən biri fərdilikdir. Deməli 3 dramaturgiya dilinin deməli əsas cəhətlərindən biri də fərdidir. 3 də doğru olmuş olacaqdır. Poetik funksiyalı sözlərin informativ funksiyalı sözlərdən çox olması ümumiyyətlə
bəzən bədii üslub deyəndə orada məcazi mənalı sözlər işlənir deyənə, dostlar, yoldaşlar orada deyir ki, hə, orada məcazi mənalı sözlərin sayı daha çox olmalıdır. Xeyr. Və yaxud da elmi üslubda terminlərin sayı daha çox olmalıdır. Bu tipli fikirlər tamamilə yanlışdır, kökündən yanlışdır. Politik funksiyalı sözlərin, informativ funksiyalı sözlərdən daha çox olması nümunəvi üslub üçün əsas xarakteri xüsusiyyətdir fikri yanlış olacaqdır. Bərabər də ola bilər, politik az da ola bilər, politik çox da ola bilər. Yəni bu bədii üslubun hər hansı bir tələbi deyil. Bəli, məcazi olmalıdır, emosionalı olmalıdır, amma sayı informatikdən çox olmalıdır deyilən bir tələb yoxdur. Publistik üslubdan fərqli olaraq bu nümunənin üslubu milli ictimai təfəkkürü ifadə edir, səhvdir. Milli ictimai təfəkkürü ifadə edən üslub publistik üslubdur. 1, 2, 3 A variantı testin doğru cavabı olacaq. Ərizə ilə bağlı doğru fikri müəyyənləşdirmək lazımdır. Ərizədə təkliflər verilə bilməz, A səhvdir. Ərizə ilə izahatın ortaq tərəfləri yoxdur. Elə ən çox ərizənin izahatın demək olar ki, ortaq tərəfləri var, B səhvdir. Ərizələr ədəbi dildə yazılmır. Bütün deməli əməli yazı nümunələri ədəbi dildə yazılır. C bəndi səhvdir. Ərizənin mətnində rəsmi sənədlərə istinad edilə bilər. Deməli, D variantı tamamilə doğrudur. Hər hansı bir ərizə yazanda filan kəsə filan kəsdən ərizə, məsələn, cinayət məcəlləsinin filan maddəsini nəzərdə tutub, filan şeyləri etməyinizi sizdən xahiş edirik və yaxud da ailə məcəlləsinin filan, konstitusiyanın filan maddəsini nəzərdə tutub, bu tipli xahiş ərizələri ola bilər. Ərizələr yalnız xahiş xarakterli olur, xeyr. Deməli, xahişdə şikayət xarakterində, xahiş xarakterində ərizələr olur, amma burada deyil, yalnız xahişdir. Ona görə E variantı yanlış olacaqdır. Qış malları mağazasında 60% endirim var. Nümunəsi təbii ki, işgüzar sənədə aid olan bir nümunədir. Rəsmi işgüzar üsluba aid olacaqdır. Testin doğru cavabı A bəndidir. Verilənlər hansı əməli yazıya aiddir? Kimə və kimin tərəfindən yazılır? Kimə və kimin tərəfindən yazılır? Məzmunu aydın olmalıdır. Şəxsin öz xətti ilə yazılmalıdır. Sonunda imza, tarix, il, ay, gün göstərilməlidir. Deməli, bu izahatla ərizəyə aiddir. Yalnız ərizə səhvdir, yalnız izahat səhvdir. Protokolda kimə və kimdən tərəfindən yazılma məsələsi elə şeylər yoxdur deyənə B və D variantı da yanlış olacaqdır. 12-ci testdən davam edirik. Düzgün fikirləri seçin. Elmi üslubu başa düşmək üçün müxtəlif tərəflər mövcuddur. Bir doğru olmuş olacaqdır. Ümumiyyətlə, üslubların bir neçəsini başa düşmək üçün bəzi tələblər mövcud olur ki, həmin o tələblərə uymaq lazımdır. Bədii üslub ümumxalq dilinə əsaslanır. Buna görə də normalların pozulması üslubun tələbidir. Heç bir üslubda ədəbi dilin normalar pozulmalı deyil. Heç bir üslubun tələbi ola bilməz ki, norma pozulsun. Ona görə 2 səhvdir. Üslublar içərisində daha çox kütləvilik qazanan publistik üslubdur. 3 yanlışdır. Məişət üslubu daha kütləvi forma alıbdır. Şifahi və yazılı publistika dil cəhətdən bir-birindən o qədər də fərqlənmir. 4 doğrudur. Publistik üslublarda, yəni şifahi və olsun, yazılı olsun, dil cəhətdən anlaşıqlı, aydınlıq və təsirli olmalıdır hər ikisindən. Yəni bir-birindən o qədər də fərqlənmir. Akt, protokol həm rəsmi, həm də işgüzar sənəd kimi düşünülə bilər. Bəli, məsələn, dövlət səviyyəli bir təşkilat olarsa, tədbirlər olursa, orada olan protokollar dövlət səviyyəli protokol ola bilər və yaxud da adi məktəbdə ola bilərsə, bu işgüzar sənəd ola bilər və yaxud da akt böyük bir cinayət işi üzrə aktsa, bu rəsmi ola bilər. Yəni, belə deyək, biraz beynəlmi olanda, xalqlar arası olanda bu tipli şeylər bu rəsmi olacaqdır, amma sadə olduqda isə belə deyək də, əhatə dairəsi geniş olmayan bir məsələ ilə bağlı olduqda işgüzar olacaqdır. Ona görə 5 də doğrudur. 1, 4, 5, B bəndi testin doğru cavabıdır. Məişət üslubu ilə bağlı səhv fikri müəyyənləşdirmək lazımdır burada. Məişət dedikdə gündəlik həyat tərzi nəzərdə tutulur. Məişət üslubu demirəm, məişət sözünün özünü deyir. Bəli, məişət dedikdə gündəlik həyat tərzi nəzərdə tutulur. 1 doğrudur. Nitqin sərbəstliyi imkan verir ki, bu üslub sərbəst xalq danışıq dili hesab olunsun. 2 yanlışdır. Sərbəst xalq danışıq dili başqadır. Amma məişət üslubu başqadır. Sərbəst xalq danışıq dilində biz belə deyək də, ədəbi dil normalarını gözləmirik. Məsələn, Heydər Baba Salam poeması sərbəst danışıq dilindədir. Orada normalar pozulur.
danışdığımız kimi orada yazılıbdır, orada şeir nümunələri. Ona görə 2 yanlış olacaqdır. Yəni sərbəst xalq danışıq dili ayrı, məişət üslubu ayrıdır. Məişət üslubu ədəbi dil normalarına riayət olunur. Bu üslubun ən çox əlaqədar olduğu üslub bir zamanlar bütövlükdə ədəbi dili əvəz edibdir. Biz bilirik ki, məişət üslubunun deməli səhv istəyir. Məişət üslubunun ən çox əlaqədə olduğu üslub bədii üslubdur ki, bədii üslubda bir zamanlar bütövlükdə ədəbi dili əvəz edibdir. Ona görə 3 doğru olduğu üçün götürmürük. Ədəbi dilin ən gec formalaşmış üslubu olsa da geniş yayılmış üslub deyil. 4 yanlışdır. Məişət üslubu ən kütləvi üslublardan biridir. Müxtəlif üslub nümayəndələri öz üslub tərkibində məişət üslubuna əsaslanır. Bu fikir yanlışdır. Müxtəlif üslub nümayəndələri öz aralarında danışanda düzdür, məişət üslubundan istifadə olunur. Amma burada deyir ki, öz üslub tərkiblərində məişət üslubuna əsaslanır. Öz üslub tərkiblərində məişət üslubuna əsaslanma fikri yanlışdır. Amma öz aralarında məişət üslubunda istifadə olunur. Amma tutaq ki, rəsmi şüzər üslubuna məişət üslubun nə əlaqəsi? Onlar ayrı-ayrı deməli xüsusiyyətlərə malik olan bir şeydir. Ona görə 5 də yanlışdır. 2, 4, 5 D bəndi testinin doğru cavabı olacaqdır. 14. Verilən xüsusiyyətləri hansı əməli yazıya aiddir? Vərəqin əvvəlində abzasdan böyük hərflər təşkilatın adı və müraciət edən şəxsin adı və soyadı verilir. Sonra sətrin 2/1 hissəsi həcmində sağ tərəfdə kimdən sual verməklə yazanın adı soyadı göstərilir. Vərəqin ortasında. Vərəqin ortasında artıq burada xəsiyyətnaməni biz çıxacaq, o əvvəldə olur. Arayış sözü də əvvəldə olur, ortada olmur. Ümumiyyətlə protokolda kimdən o tiplilər olmur. Rəydə də müraciət edən şəxs, hər hansı şəxsə müraciət edilərək yazılmır. Ona görə B bəndi səhv olacaqdır. Qalan bütün bu xüsusiyyətlər ərizənin bildiyimiz kimi ardıcılı olacaq. Testin doğru cavabı A variantıdır. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanılması haqqında tərtib edilir. Kimə və nə üçün verildiyi göstərilir. Artıq burada bizə əməli başda adını çəkdi. Müəssisə rəhbəri tərəfindən imzalanır. Sonda sənədin hara təqdim olunması göstərilir. Məsul şəxsin imzası möhürlə təsdiq olunur. Təbii ki, bu arayışa aid olan bir fikir olacaqdır. 16-cı testlə davam edirik dostlar. Doğrunun altından doğru, yanlışın altından yanlış. Rəsmi sənədlərdə həcmcə kiçik olsalar da müxtəlif səviyyələrdə müzakirə olunur. Bir yanlışdır. Çünki işgüzar sənədlər həcmcə kiçik olur. Rəsmi sənəddə işgüzar sənədlər daha böyük olur. İşgüzar sənədlərdə şablonlardan istifadə etməyin müxtəlif səbəbləri var. 2 doğrudur. İmla xətalarına yol verməmək üçün, sonra bu bəzi deməli üslub xətaları etməmək üçün bu baxımdan bəzi şablonlardan istifadə olunur ki, açıq şəkildə işgüzar sənədlər, məsələn, ərizə yazılırsa, onun müəyyən bir hissəsi hazır vəziyyətdə olur. 3-ə baxırıq. Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur. Sintaksində sxem qrafiklərdən istifadə şərt deyil. Bu doğrudur. Sxem qrafiklərdən istifadə deməli elm üsluba aiddir. Yanlışın altından doğru verilə bilməz. İşgüzar sənədlərdə rəsmi sənədlər kimi mütəxəssislər hazırlayır ki, onların müəyyən qüsurlara yer verilməsi. Bu səhvdir. Mən tərcümeyi halı özüm yazıram. Bunun üçün mütəxəssis lazım deyil. Və yaxud da hər hansı bir afişə yazıramsa, bunun üçün hər hansı bir mütəxəssisə ehtiyac yoxdur. 4-ün yanlışın altından yanlış olduğu üçün doğru cavab olacaq. Testin doğru cavabı A bəndidir. Verilən fikirlərdən doğru və yanlış olduğunu müəyyən etmiş olacaq. Fərdi baxımdan fərdi üslubun müəyyənləşdiyi kimi xüsusi baxımdan da istifadəyə görə funksional üslublar ortaya çıxır. Xüsusi yox, ümumi baxımdan funksional üslublar ortaya çıxacaqdır. Elə xüsusi fərdi baxımdan fərdi üslub olacaqdır. Ona görə bu fikir yanlış olacaqdır. 2-yə baxırıq. Məişət üslubuna ədəbi dil normalarına tabe olmaq kimi bir məcburiyyət yoxdur. Bütün üslublar ədəbi dil normalarına tabe olmalıdır. Ona görə bu fikir də burada yanlış olacaqdır.
3-ə baxırıq. Fərdi üslub özünü bədii publistik üslublarda göstərə bilsə də, elmi üslubda göstərə bilmir. Bu fikir yanlışdır. Fərdi üslub ancaq rəsmi şüzarda özünü göstərmir. Qalan bütün üslublarda özünü göstərə bilir. Məişət üslubu üçün xalq danışıq dilində öz əksini tapan məqamlar əsasən xarakterik deyil. Bəli, doğrudur. Yəni sərbəst xalq danışıq dili ayrıdır, məişət üslubu ayrıdır. Bu xalq danışıq dili biz bədii üslubda obrazların dilindən daha çox rast gəlinir, verilir. Ekspresivlik özünü bədii üslubda göstərir. Həmçinin bədii üslubun müxtəlif təzahür formasına da yer verilir. Bu fikir doğrudur. Ekspresiv, məcazi, obrazlıq bədii üslubda olur. Bədii üslubun nəsr, nəzm və dramaturgiya formasında təzahür formaları var. Demək, 3-ü yanlış, 2-si doğru olduğu üçün C variantı testin doğru cavabıdır. Klassiyayı tamamlayacaq fikri müəyyənləşdirin. Baxaq, elmi üslubda fərdi ünsürün təzahürünə yer verilir. Doğru fikirləri müəyyənləşdirməliyik. Bir doğrudur. Biraz əvvəl dedik ki, elmidə, publistikdə, məişətdə fərdi nitq ünsürləri olur. Ən çox bədidə özünü göstərir. Ümumiyyətlə özünü göstərmir rəsmi şüzar üslubda. Publistik üslubun əsas əlaməti kütləvi işləhliyinə görə digərlərindən fərqlənməkdir. Xeyr, publistik üslubun əsas əlaməti anlaşıqlı, aydınlı və təsirli olmasıdır. Ona görə 2 yanlışdır. Bilavasitə publistik, yəni həm də daha çox kütləvi olan məişət. Bilavasitə publistik məzmun daşıyan bu və ya digər rəsmi yaxud işgüzar sənədlərin dili publistikin tərkib hissəsindədir. 3 doğru olacaqdır. Publistik məzmun daşıyan sənədlər olur ki, onlar qəzetlərdə, jurnallarda, televizorlarda oxunur, verilir. Onlar publistikin tərkib hissəsi olacaq. Yəni biz onu publistik üslub kimi götürəcəyik. İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımayan bu və ya digər konkret məsələlərlə bağlı tərtib edilən sənədlərdir. Bəli, əgər burada işgüzar yerinə rəsmi olsaydı səhv olacaqdı. İşgüzar doğrudur. Arayışın mürəkkəb məzmunu növünə rast gəlinmir. Bu səhvdir. Həm sadə, həm mürəkkəb arayışlar olur. Ona görə 5-i götürə bilmərik. 1, 3, 4 A variantı 18-də testin doğru cavabıdır. 19-cu testdən davam edirik. Doğrunun altından doğru, yanlışın altından yanlışı müəyyənləşdirməliyik. Arayışda idarə rəhbərinin imzası, həmçinin idarənin möhrünə yer verilir. Bəli, biz bilirik ki, birinci arayış yazılır, sonra sol tərəfdə ştamp qoyulur, sonda da imza məsələsi olur. Sonra aktda yoxlamanın müddəti yalnız rəqəmlə, həm də hərflə yazılır. Ona görə 2 yanlışdır. Elan tərtib olunarkən onun gündəliyində olan məsələlər də paylaşılır. 3 doğrudur, doğrunun altından. Yanlışın altına baxaq. Afişa fransız sözü olub, tamaşa, konsert, idman yarışı haqqında olan elandır. Bu doğrudur. Yanlışın altından götürülənməz. Protokolda 2-dən çox məsələ əks olunarsa mürəkkəb quruluşlu olur. 5 də doğrudur. Yanlışın altından götürülənməz. Ərizələr formasına görə 2, məzmuna görə isə 4 növ var. Bu yanlışdır. Ərizənin məzmununa görə 2 növ var. Şikayət xarakterli ərizələr, bir də xahiş xarakterli. Yanlışın altından doğru olduğu üçün 1, 3, 6 C bəndi testin doğru cavabıdır. 20-ci sualla davam edirik dostlar. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Əməli yazı nümunəsidir. Protokol və ərizə. Deməli, biz bunu keçən dəfə də dedik ki, ümumiyyətlə bu tipli klasterlər eləyərkən əsasən cavabı əsasən müəyyənləşdirib bu klasterləri tapmaq daha asandır. Burada da çıxsaq ki, 1-ə D yazsaq, yəni 1-ə ərizə sözünü yazsaq, C-də deyir ki, hüquqların pozulması zamanı bu əməli yazıdan istifadə olunur. Bəli, C-dən istifadə oluna bilər hüquqlar pozulan zaman. Şahid ərizəsi falan zat istifadə olunur. Əgər kimisi hüquq pozulursa, falan yerə şahid ərizəsi yazır. Yazan şəxsin öz xətti ilə yazılmalıdır. Tərcümi haldır, izahatdır, ərizədir. Bunlar öz xəttə yazılır. E bəndə doğrudur. Demək, 1D olanda CE doğru olduğu üçün doğru cavabdır. 1D olanda G-yə baxaq. İzah olunan məsələ aydın şəkildə əks olunmalıdır. Burada izah olunan məsələ aydın şəkildə ərizədə nəyisə izah eləmirsən, izahatdadır. Ona görə 1D olanda G bəndi səhvdir. 1D olanda F də səhvdir. Deməli, daha doğrusu 1D olanda F variantı yoxdur. 1D olanda G səhv olduğu üçün artıq E variantı da getdi. 1B olanda A-da deyir ki, yığıncağın keçirdiyi yer zaman qeyd olunur. F-də də deyir ki, xüsusi adi kimi növləri mövcuddur. Deməli, 1B
B olanda F variantı yanlış olduğu üçün biz bu testləri burada doğru götürə bilmərik. Belə 21-ci testdən davam edirik dostlar. 21-də bizə deyir ki, cədvələ əsasən doğru cavabı müəyyənləşdirin. Yenə də doğru yanlış cədvəlidir. Bir də deyir ki, dil yığcamlığı əsas şərtdir. İnformasiya müəyyən standart formalarda verilir. Bu rəsmi üslubdur, fikir doğrudur. Hiss və həyəcan duyğuların formalaşmasında söz və ifadələrin və dialoqların işlənməsi xarakterik deyil. Elmi üsluba aid olan xarakterik xüsusiyyətdir. 2 doğrudur. Hiss, həyəcan, duyğu məsələsi bədii üslubda olur. 3-ə baxırıq. Xüsusi və ya şəxsi baxımdan dil vahidlərinin istifadə özünü qabarıq şəkildə göstərir. Publistik üslubda xüsusi və şəxsi baxımdan bu fərdi nitq ünsürləridir ki, o əsasən özünü qabarıq şəkildə göstərir bədii üslubda. Ona görə 3 yanlışdır. Həm təsviri, həm analitik dil xarakterikdir. Rəsmi üsluba. Bu fikir yanlışdır. Təsvir və analitik dil xarakterik olur, rəsmi yox. Deməli, publistik üsluba həm təsvir olur, həm analitik olur. Ona görə 4 yanlışın altından doğrudur. Təmtəraqlı dillər loru dilin keçidində müəyyənləşir. Məişət üslubudur. Demək 5 doğrudur, yanlışın altından götürülməz. Fikir informativ formada daha çox ifadəli şəkildə çatdırılır. 6 da doğru, bədii üsluba aid olan bir xüsusiyyətdir. Ona görə yanlışın altından doğru cavab kimi götürülə bilməz. Testin doğru cavabı 1, 2, 4 C bəndi olacaq. 22-ci testdən davam edirik. Araşa aid edilən hansı xüsusiyyət rəyə də aid edilə bilər? Sol tərəfdə üst küncdə dairənin ştampı olur. Bu araşa aid olan bir xüsusiyyətdir. Bu və ya digər faktın həm müsbət, həm də mənfi cəhətlər. Bu rəyə aid olan xüsusiyyətdir ancaq. Sonda deməli imzanın atılanda bütöv şəkildə gün, ay, il göstərilir. Bu xüsusiyyət rəyə aid olan bir xüsusiyyətdir ancaq. Ona görə C bəndini götürənməliyik. Əməli yazının sonunda imza çəkilir, hər ikisinə aiddir. Yuxarı hissədə ortada əməli yazının adı qeyd olunur. Deməli, bu araşa aid olan bir xüsusiyyətdir ancaq. Rəydə yuxarı hissədə olmur. Ona görə E bəndi yanlış olacaqdır. 3-ə baxırıq. Referantla bağlı verilmiş fikirlərdən biri doğru və yanlış olma baxımından digərlərindən fərqlənir. Latın sözü olub, məruzə etmək, məlumat vermək mənalarını ifadə edir. Bu doğrudur. İncəsənət, elm, texnika və təsərrüfatın ən aktual problemləri ilə əlaqədar olaraq məsələləri işıqlandırır. Bu da doğrudur. Vərəqin əvvəlində ortada referant sözü, onun altında isə mövzunun adı qeyd olunur. Bu fikir də doğru olacaqdır. Deməli, şagirdlərin həm ədəbi materialları, həm də elmi publisistik xarakterli məsələləri şifahi şəkildə formalaşdırmaq baxımından əhəmiyyətlidir. Bu fikir yanlışdır. Burada düzdür, bu əhəmiyyətli xarakteri daşıyır. Şagirdlərdə ədəbi materialları, həm də elmi publisistik xarakterli məsələlər, amma şifahi şəkildə yox, yazılı şəkildə formalaşdırmaq baxımından əhəmiyyətlidir referant. Ona görə bu fikir yanlışdır. Abzasdan referantın planı verilir, sonda məruzə yazılır. Referant plansız da vermək olur. Bəli, planlı, plansız da olur. Bu fikir də doğrudur. Hamısı doğru. D bəndi yanlış olduğu üçün testin doğru cavabı D bəndidir. 24-cü testə baxırıq. Deyir ki, aşağıdakı nümunələrin üslubu xüsusiyyətlərini nəzərə alaraq Euler-Venn diaqramında hansı rəqəmlərin yerini dəyişmək mümkündür? Deməli, aşiqəm əmrini ver, aşiqi naləyə gülüm, yanına ya gəlim, əql ilə ya divanə gülüm. Bu bədii üsluba aid olacaqdır. İndi bu mətni də oxusaz, biz görəcəyik ki, burada məlumat vermə xarakteri daşıyır. Publistik üsluba aid olan bir mətn olacaqdır. Ona görə baxırıq. Həm yazılı, həm də şifahi forması var. Bu hər ikisinə aiddir. Deməli, bir normal da bura getməlidir. Nəzm və nəsr dramaturgiya. Bu bədii üsluba aid olduğu üçün deməli, bura aid eləyə bilməyəcək. Deməli, bura bədii üslubdur, bura publistik üslubdur. Bu üslub ən qədim üslubdur. Bu bədii üsluba aiddir. Deməli, 3 də bura getməlidir. Deməli, 1 ilə 3 yerini dəyişsə, məsələ öz həllini tapmış olacaq. Testin doğru cavabı D bəndidir. Olduqca müxtəlif maraqlar əks etdirir publistik. Əsası 19-cu əsrdə bu da publistik üsluba aiddir. Deməli, D variantı testin doğru cavabıdır. 25-ci testə baxaq, hələ sonuncu testə baxaq, birinci hissəni yekunlaşdıraq. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirməliyik.
Deyir, publistik üslubun lüğət tərkibi əksəriyyət tərəfindən anlaşılan sözlər olsa da, şifahi forması ilə yazılı forması bir-birindən kəskin fərqlənir. Biraz əvvəl dedik ki, hər ikisində şifahi və yazılı formasında bir-birindən kəskin fərqlənmə yoxdur. Fikir yanlışdır, qabağına yanlış yazıldığı üçün A uyğunsuz deyil. Təmtəraqlı nitqlər loru dilin keçidində müəyyənləşən üslub ən gec formalaşan üslubdur. Söhbət məişət üslubundan gedir. Məişət üslubu ən gec formalaşandır. B bəndi uyğunsuz deyir. Rəsmi şüzə üslub müəyyən tarixi təkamül prosesinin standartlaşmış formaları var idi ki, ondan kənara çıxılmır. Bu fikir də doğrudur. Qabağına doğru yazıldığı üçün C bəndi uyğunsuz deyil. Elmi üslubun mətnində bütün hallarda terminlər ümmüştək sözlərdən cəmiyyətcə daha çox olur. Bu fikir yanlışdır. Biraz əvvəl də izahda dedim ki, yəni elmi üslubda bir mətndə 5-6 dənə də termin ola bilər və yaxud da elmi üslubda bir mətndə 20 dənə də termin ola bilər. Yəni orada şərt odur ki, termin sıxlığı olsun. Amma terminlər informativ funksiya daşıyan sözlərdən daha çox olsun şərti yoxdur. Qabağına da yanlış yazıldığı üçün D uyğunsuz deyil. Xalq danışıq dilinə yaxın olan üslub ədəbi dilin sərbəst və şifahi formasıdır. Xalq danışıq dilinə yaxın olan üslub bədii üslubdur. Ədəbi dilin sərbəst və şifahi formasına yaxın olan isə məişət üslubudur. Bu fikir deməli yanlışdır. Qabağına doğru yazıldığı üçün E bəndi uyğunsuz olacaqdır. Dostlar, bu üslublara aid olan testin birinci hissəsinin sonuncu testi idi. Növbəti izahlarda görüşərik. Kanala abunə olub, rəy bildirib, paylaşmağı unutmayın. Salamat qalın.